Bax, bəzi mahnıların sözlərini, o mahnının vermək istədiyi, o sözlərin vermək istədiyi hissləri birbaşa həyatında yaşayanda anlayırsan. Deyir ki, insan nəyə lazım? Yurdsuz, vətənsiz. Yurdsuz, vətənsiz qalanda xaricdə anlayırsan o yurdun, vətənin, aidlik duyğusunun nə qədər önəmli olduğunu. Və bunu dilə gətirəndə, vətənpərvəri hissini paylaşanda, Azərbaycanda o mübarizənin içində olan insanlar, o problemlərin içində birbaşa olan insanlar deyir ki, bu qədər maraqlıdırsa sən Azərbaycan, qayıt gəl də Azərbaycana. Əslində onlar da haqlıdır, biz də haqlıyıq. Çünki onların da yaşadığı boşluq var, bizim də yaşadığımız boşluq var və hər insan çatışmayan hisslərinin üstündən danışır hər zaman. Çatışan hisslərinə heç vaxt fokuslana bilmir. Biz burada tapmışıq məsələn huzuru, sakitçiliyi, amma onun nə həzzini, nə dadını ala bilirik. Çünki bizim aidlik duyğumuz əksikdir. Siz Azərbaycanda aidlik duyğusunu yaşayaraq huzuru yaşaya bilmirsiniz, stressin altındasınız. Mükəmməl bir həyat da yoxdur. Seçmək lazımdır. Ya biz konkret olaraq deməliyik ki, aidlik duyğusu artıq mənim üçün maraqlı deyil. Mən seçirəm huzurlu həyatı və yaşamı. Ona görə mən bundan sonra Azərbaycana qayıtmayacağam. Ya da biz qayıtmalıyıq Azərbaycana. Aidlik duyğumuzu bərpa eləyib o stresslərlə bir şəkildə mübarizə aparmağı bacarmalıyıq. Amma xaricdə yaşayan, o ikisini də görən insanlar hədsiz şəkildə dilemmada qalır və heç birini günün sonunda seçənmir. Və bir dənə söz deyim, günün sonunda heç ara da aid hiss eləyənmir. Amma mən hər zaman qaxa aid hiss eləyirəm, hər zaman da qaxa aid hiss eləyəcəm. Ölərəm, yaşamayaram, ay qalx sənsiz. Qaxda doğulmasam da bir gün qaxda qalasıyam.